Ulamaz esses respiras gari Batumi Magnolie bis lamaz isi guaruli Toane balme bezgulis mom kulelis simghera Meshen si guarust minda dubadare bguli Batumi chemi guli Batumi chemi suli Batumi chemi sitotle Maradiuli lamaz isi guaruli Vimlerem Belgel vimlerem şenze Salam dostlar, mənim indi olduğum şəhəri son zamanlar Qaradənizin incisi adlandırmağa başlayıblar. Bu da təsadüfi deyil, çünki son zamanlar düşünülmüş plan, ardıcıl reklam və investisiya sahəsində Batumi həqiqətən də Gürcüstanın bir nömrəli kurortuna çevrilib və əvvəlki şöhrətini bərpa edib. Və indi bura təkcə yaxın ölkələrdən deyil, hətta uzaq xarici ölkələrdən də turistlər istirahət etməyə gəlir. Beləliklə, yaxın yarım saat ərzində biz Batuminin turnesinə çıxırıq. Əsas gəliri turizmdən olan Qaradənizin incisi Batumi. Ya ultra müasir Dubai kimi, ya da 2-3 mərtəbəli binaları olan əyalət bir şəhəri kimi canlanır. Bu şəhərdə yeni ilə qədimliyin vəhdətini tapa biliblər. Acar xaçapurisinin dadına yalnız Batumidə baxmaq lazımdır. Qayığa bənzəyir, hətta ona qayıq xaçapuri da deyirlər. Bizimkilərin öz istirahətini bu şəhərdə keçirməsinin sirri nədədir? Bir tərəfdə yaşla bürünmüş dağlar, digər tərəfdə Qaradəniz. Batumi delfinariumu, Əli və Nino abidəsi, Gürcü şərabları, bütün bunlar turnenin Batumi səfərində. Son illər bir çox Azərbaycanlılar istirahət məkanı olaraq Batumi şəhərini seçirlər. Elə mənim özüm də keçən yay ailəmlə birgə bir həftədən çox bu şəhərdə olmuşdum. Hətta məndən sonra təəccüblə soruşurdular. Bu qədər gözəl yerlər varkən niyə məhz Batumini seçdin? Cavab isə çox sadədir. Gürcülər çox ağıllı tərpənib bu şəhəri Qafqazın turizm mərkəzinə çevirməyə bacarıblar. Hər cəhətdə münasibliyinə görə bizimkilər Batumiyə ildən ilə daha çox maraq göstərirlər. Bu dəfə isə mən bir qrup jurnalist və blogerlə birgə Batumidə Muxtar Respublikanın turizm departamentinin qonağı idim. Bizi 3-4 gün ərzində Acarıstanın fəxr ediləsi turizm infrastrukturu, görməli yerləri, kulinariyası ilə tanış edirdilər. Acarıstan Gürcüstan tərkibində Muxtar Respublikadır. Bu qurumun turizm departamentinin əsas vəzifəsi Batumi və onun ətrafını qonşu ölkələrin potensial turistlərinə tanıtmaq, Acarıstana turizm axınını təmin etməkdir. Acarıstanlılar öz vətənini çox sevirlər. Onun nemətlərinin qədrini bilirlər. Bilirlər ki, qonaqları xoş üzlə qarşılayıb, onlar üçün hər cür şərait yaradıb. Qulluğunda durmasalar, heç kəs ora gəlməyəcək və kiçik respublika böyük gəlirlərdən məhrum olacaq. Ona görə də təkcə Qaradənizlə kifayətlənmirlər. Ətraf gözəl dağlardır. İstirahət üçün unikal şərait var. Rəngarəng flora və fauna, mədəni tarixi abidələr. Burada kəndləri də turizm biznesinə cəlb etməyi bacarıblar. Gözəl bağları, xalq sənətkarlığı, əl işləri, balıqçılıq, dağlara yürüyüş, ekoloji təmiz məhsullardan hazırlanmış yeməklər. Qısası, gürcülərdən bizim öyrəniləsi çox şey var. Mən hələ şərab turizmini demirəm. Bəli, gürcülər bunu da ediblər. Şərabçılıq ənənələri burada çox qədimdir. İnsanlar bu sənəti atadan oğula ötürürlər. Gələn qonaqlar şərab hazırlanması ilə tanış olur, onların dadına baxır, gedəndə də alıb özü ilə aparırlar. Acarıstanda hətta qış turizmini inkişaf etdirmək üçün də potensial var. Dağların orta hündürlüyü 2000-2500 metrdir və son illər burada dağ xizək kurortlarının yaradılmasına da başlanılıb. Müasir Batumini tam cəsarətlə Gürcüstanın keçmiş prezidenti Mikhail Saakashvilinin əsəri hesab etmək olar. 2004-cü ildə Acarıstanın avtoritar rəhbəri Aslan Abaşidze'ni vəzifəsindən istefa verməyə təhrik etdikdən sonra Saakashvili Batumini Qaradənizin ən komfortlu və müasir turizm mərkəzinə çevirəcəyinə söz verdi. Bir müddət keçdikdən sonra həm Gürcüstan, həm də Avropa və Birləşmiş Ştatların vəsaiti hesabına Batuminin dəniz sahilində bir-birindən gözəl otellər inşa edilməyə başladı. Şəhər infrastrukturu yeniləndi. Turistlər Batumiyə axışmağa başladılar. Artıq Batumini tanımaq olmurdu. Elə fərqli dizaynlı, cəsarətli futuristik binalar tikilirdi ki, bu şəhəri bəzən Dubaya da bənzədirdilər. Mikhail Saakashvili Batumini
ultra müasir Avropa səviyyəli bir kurorta çevirmək istəyirdi. Onun gedişindən sonra isə bir çox layihələrdən imtina ediblər. Amma tikilən tikilib və indi Batumi gələn qonaqlar qarşısında ya ultra müasir Dubay kimi ya da 2-3 mərtəbəli binaları olan əyalət bir şəhəri kimi canlanır. Tikinti bir anda olsun dayanmır. Şəhər aktiv sürətdə genişlənir, yeni binalar inşa olunur. Şəhərlə tanışdığımız Avropa meydanından başlayır. Buranı yəqin ki, qədim Batuminin ürəyi hesab etmək olar. Geniş meydanın ətrafında qədim üslublu binalar tikilib. Meydanın ortasında isə Yunan mifologiyasının qəhrəmanlarından olan Medeyanın heykəli yer alır. Batumi çox maraqlı bir şəhərdir. Maraqlı olan da nədir ki, son zamanlar tikilən binaların hər biri tarixi üslubda tikilir. Yeni binalardır, amma tarixi üslubda və hər biri də belə deyək də yalançı tarix, psevdo tarix formasındadır. Bax gördüyünüz bu bina, bir fikir verin. Bu binanın yerində əvvəllər şəhər kinoteatrı yerləşirmiş, amma indi şəhər rəhbərliyi belə qərara gəlib ki, belə bir bina tiksin və gördüyünüz bu bina İtaliya üslubundadır, İtaliya memarlığı üslubundadır, amma yəqin ki, şəhər sakinlərinin və gələnlərin hamısının xoşuna gəlir. Şəhərin düz mərkəzində gözümüzə Azərbaycan bayrağı sataşır. Məlum olur ki, Azərbaycanın Batumidəki baş konsulluğu məhz bu meydanda yerləşib. Batumi Macarıstan Respublikasının paytaxtı idi 2004-cü ilə qədər. Həmin tarixdən sonra isə Batumi bu respublikanın, Muxtar Respublikanın mərkəzi şəhəridir. Amma buna baxmayaraq bu şəhərdə bir sıra ölkələrin konsulluqları var. Həmçinin də Azərbaycanın. Bax şəhərin çox gözəl bir yerində və gözəl bir binada Azərbaycanın konsulluğu yerləşib. Bizim bayrağımızı da görmək ölkənin, dünyanın müxtəlif yerlərində çox qürur vericidir. Şəhər balaca olduğundan rəhbərliyi burada nəqliyyat növü kimi velosipedə önəm verir. Amma yerli əhali daha çox maşında gəzmək istəyir. Batumidə təkcə bulvarda deyil, şəhərin küçələrində də velo cığırlar quraşdırılıb və hətta belə velosipedlər də var. Velosipedi burada kirayə götürüb, həm yerli sakinlər, həm turistlər bundan rahat istifadə edə bilərlər. Kirayə götürürsən, kartla pulunu ödəyirsən və şəhərin küçələrini velosipedlə gəzirsən. Batuminin qədim hissəsində yeni hündür mərtəbəli binalar görməzsən. Burada köhnə evləri psevdo qədim üslubda yenidən bərpa edirlər. Və sənə elə gəlir ki, bu bina neçə yüzildir ki, burada dayanıb. Küçələr ensizdir, iki maşın güclə keçir. Batuminin qədim hissəsi bax belə çox maraqlı, gözəl iki mərtəbəli binalardan ibarətdir. Şəhərin qədim hissəsində köhnə binalar ümumiyyətlə sökülür, yeniləri ilə əvəzlənir. Amma bunu elə edirlər ki, Batuminin əsl gözəl siması itməsin. Yoldan keçən bir nəfərdən Batumililərin necə yaşadığını, turizm gəlirlərinin onların həyat səviyyəsinə təsir etməsi ilə maraqlanıram. Yaxşıdır. Хорошо? Hələlik yaxşıdır. Amma turist indi azdır elə bir, hə? Var, amma turist mövsümündə olduğu qədər deyil. Bəs şəhər cəmaatının yeni tikililərə münasibəti necədir? Batumi превратился в такой современный город. Bəli, çoxlu binalar tikilir. Bu da lazımdır da. Turizmin inkişaf etməsi əhalinin yaşayış səviyyəsinə təsir edib? Население это повлияло то, что туризм немножко развился. Əlbəttə, turizmdən çox şey asılıdır. Əhalinin gəlirləri, həyat sürəti, həyat şəraiti. Bura elə şəhərdir ki, burada turizmdən başqa digər gəlir sahələri demək olar ki, yoxdur.
Город такой, что только туристы. Bütün bunların Saakashvili tərəfindən yaradıldığını demək olarmı? Yox, niyə ki? Əvvəllər də Batumi turizm şəhəri idi. Amma yenilənmə olmalıdır təbii ki. Постепенно идет период, надо добавить это туристов. Dediniz ki, siz türkçə danışa bilirsiniz. Bu dili hardan öyrənmisiniz? Mənim hələ babam türkçə danışırdı və o mənə öyrətmişdi. Osmanlı dövründən. Я в детстве научился. В советское время вы учили турецкий язык, да? Onda imkan varsa türkçə bir şey deyin. А что я могу сказать? Что я могу сказать? Ne isterseniz deyə bilərsiniz. Ne isterim? Yaşama isterim. Ne isterim? Yaşamaq istərsin. Buradan bir salam göndərin Azərbaycana. Azerbaycanlıyım siz. Salam, salam. Söyle salam. Oldu, çox sağ olun, təşəkkür. Sağ ol. А как вас зовут? Sergo. Sergo. Да. Спасибо. Batumi uzun müddət Osmanlı imperiyasının tərkibində olub. Burada çoxlu müsəlman yaşayır. 1877-78-ci illərdə Rusiya-Türkiyə müharibələrindən sonra Rusiya alır bu torpaqları. 1921-ci ilin mart ayında isə türklər tərəfindən ələ keçirilir. Ancaq bu hal uzun çəkmir. 16 mart 1921-ci ildə imzalanan Moskva müqaviləsinin şərtlərinə əsasən əhalisi müsəlman acarlardan ibarət olan bölgəyə muxtariyyət verilməsi qarşılığında şəhər Gürcüstana təhvil verilir. Batumi də yeni qurulan Acarıstan Muxtar Respublikasının mərkəzi şəhəri olur. Batumi turist şəhəri olduğu üçün burada suvenir dükanları da çoxdur. Nə satırlar? Milli paltarlı, bax belə kiçik kuklalar. Daha sonra Stalin şəkli vurulmuş fincanlar. Stalin Gürcüstandan olub, ona görə də indiyənə qədər də onun şəklində olan fincanlar çox populyardır. Daha sonra müxtəlif maqnitlər, hətta rusların matroşkası da var burada. Fərqli dizaynda olan binalar əsasən dəniz sahilində ən prestijli yerlərdə tikilir. Məsələn, bu bina kimi. Batuminin ən maraqlı binalarından biri bax bu binadır. Vaxtilə Texnologiya Universiteti üçün nəzərdə tutulan bu bina Gürcüstanın daxili maliyyəsi və Amerika vəsaiti hesabına tikilib və deyilənə görə bütün Qafqazın ən hündür binasıdır. Hündürlüyü 200 metrdən artıqdır. Amma indiyənə qədər tikilib tam başa çatdırılmıyor. Saakashvili istəyirdi ki, bu binada Texnologiya Universiteti yerləşsin. Amma bu istəyini yerinə yetirməyə müvəffəq olmadı. İndi Respublika rəhbərliyi bu binanın hotel kimi xarici şirkətlərə icarə vermək niyyətindədir. Batumi çox qeyri-adi bir yerdir. Təbiət buranı yaradarkən heç nəyi əsirgəməyib. Fikir verin, bir tərəfdə yaşla bürünmüş dağlar, digər tərəfdə Qara dəniz, bu bir tərəfdə isə Batumi şəhəri. Batumi bulvarının tikintisinə 1881-ci ildə başlanılıb. O vaxt şəhər qubernatoru Almaniyadan gələn bağbanlar Ressel və Reyerə sahil boyu yaşıllıqlar salmağı tapşırır. Hazırda Batumi bulvarının uzunluğu 7 kilometrə çatır və şərti olaraq köhnə və yeni bulvara bölünür. Batumi bulvarı şəhərin vizit kartıdır. Turistlər bu yeri çox sevirlər. Şəhəri bu bulvarsız təsəvvür etmək olmaz. Yay aylarında bu bulvar şəhər qonaqları ilə dolur. Ən cəlbedici məqam da odur ki, çimərliklər hardasa şəhər kənarında deyil, məhz Batuminin mərkəzində bulvarda yerləşib. Son illər bulvarda bir-birindən maraqlı tikililər, heykəllər, kompozisiyalar qurulur. Onların arasında ən maraqlısı könlümüzə, adı qulağımıza xoş olan Əli və Nino abidəsidir. Əslində müəllif məhəbbət abidəsi qurmaq istəyib, amma kimsə bu kompozisiyaya Əli və Nino adını verib. O qədər xoş gəlib ki, elə belə də qalıb. Əli və Nino. Son dəfə Batumiyə yayda gələndə mən bu abidəni görməmişdim və etiraf edim ki, ilk dəfə onu görəndə o qədər də xoşuma gəlmədi. Bir-birindən aralı duran dəmir kompozisiya. Heç belə də sevgi abidəsi olar. Lakin bir neçə dəqiqə keçəndən sonra mənə məlum oldu ki, oğlanla qız hərəkət edir, bir-birinə yaxınlaşır və bütövləşir. Elə abidənin özəlliyi, gözəlliyi də bundadır. Cansız dəmir parçaları ilə sevgini belə canlandırmaq, həsrəti və sevgililərin qovuşmanı ifadə etməyi. Bir müddət bundan əvvəl Azərbaycanlı gənclə Gürcü qızının sevgisini tərənnüm edən bu abidənin yerindən götürülməsi, daha olmayacağı barədə şayələr yayılmışdı. Nə yaxşı ki, bu xəbərlər doğru çıxmadı.
Əli və Nino abidəsinin taleyindən nigaran qalan soydaşlarımızı əmin etmək istəyirəm ki, abidə yerini dəyişsə də sağlamdır, yeni bir yerdədir və hətta hər 7 dəqiqədən bir abidə Əli və Nino bir-birləri ilə hətta fırlanıb görüşürlər də. Əsas gəliri turizmdən olan Qaradənizin incisi Batumi. Ya ultra müasir Dubai kimi, ya da 2-3 mərtəbəli binaları olan əyalət bir şəhəri kimi canlanır. Bu şəhərdə yeni ilə qədimliyin vəhdətini tapa biliblər. Acar xaçapurisinin dadına yalnız Batumidə baxmaq lazımdır. Qayığa bənzəyir, hətta ona qayıq xaçapuri də deyirlər. Bizimkilərin öz istirahətini bu şəhərdə keçirməsinin sirri nədədir? Bir tərəfdə yaşla bürünmüş dağlar, digər tərəfdə Qaradəniz. Batumi delfinariumu, Əli və Nino abidəsi, Gürcü şərabları, bütün bunlar turnenin Batumi səfərində. Digər Batumidəki maraqlı tikili bax bu əlifba qülləsidir. 130 metrlik bu dəmir konstruksiyada Saakashvilinin dövründə tikilib, üzərində Gürcü əlifbasının 33 hərfi əks olunub, həkk olunub və bu tikili də təəssüf ki, istifadəsiz qalıb. Bu qüllə turistlərin şəhəri izləyə bilməsi üçün restoran kimi fəaliyyət göstərməli idi. Amma 3 il keçsə də hələ ki qüllə restoran müştərilərin üzünə açılmayıb, öz sərmayədarların yolunu gözləyir. Nə qədər təəccüblü olsa da, Batuminin şəhər kimi inkişaf etməsində Azərbaycanın da rolu var. Çünki Çar Rusiyası zamanı bizim neftimiz buradan daşınırdı və bu tranzit xidmətə görə şəhər böyük mənfəət əldə edirdi. Batumi dəniz limanı şəhəridir. Şəhər 19-cu əsrin sonu 20-ci əsrin əvvəlində öz sürətli inkişafına görə məhz dəniz limanına borclu olmalıdır. O zamanlar Azərbaycan neftini buraya daşıyıb və daha sonra tankerlərə doldurub xarica satmağa aparırdılar. Bulvarda müharibə və əmək veteranları üçün xüsusi klub yaradıblar. Yaşlı insanlar bura yığışıb şahmat, nərd, domino oynayır. Batumi həm də bəxtini sınamaq istəyənlərin şəhəridir. Buna görə oranı Qafqazın Las Vegas adlandırırlar. Buradakı kazinoların sədasına Türkiyədən, qonşu ölkələrdən axışıb gəlirlər. Bulvarı başdan başa velosipedlə gəzmək olar. Və bir də əlbəttə musiqili fontanlar. Bu ofsunlayıcı tamaşaya baxmaqla doymaq olmur. İndi musiqili fontanlarla heç kəsi təəccübləndirmək olmaz. Bir çox şəhərlərdə var. Amma Batumidəki musiqili fontan bir başqadır elə bir. Elə orada səslənən musiqilər nəyə desən deyər. Hətta o qədər xoş oldu ki, qrup üzvləri ritmik musiqinin sədaları altında rəqs etdilər. Bütün Qafqazda olduğu kimi Gürcüstanda da qonaq qarşılamağı bacarırlar. Bu neçə gündə o qədər bizim üçün süfrə açdılar, o qədər yeni kulinariya kəşfləri etdik ki, artıq sayını da itirdik. Gürcülər hətta restoranlarda da öz milli folklorunu, mədəniyyətini təbliğ edirlər. Qonaqlar yerli mətbəxin təamlarını dadmaqla yanaşı, Gürcü musiqilərini dinləyir, rəqslərini izləyir. Bu proqramları hazırlayan restoranlar Batumidə də çoxdur.
Acarıstan mətbəxinin şah yeməyi yəqin ki, acar xaçapurisidir. Əgər siz onun dadına Batumidən kənarda baxmısınızsa, deməli heç onu yeməmisiz. Çünki acar xaçapurisini mütləq Batumidə yemək lazımdır. Xaçapuri gürcü dilindən tərcümədə xaço kəsmik və puri çörək deməkdir. Gürcüstanda onun çoxlu növləri var. Hər bölgənin, hər əyalətin xaçapurisi də fərqlidir. Acar xaçapurisi digər xaçapuri növlərindən nə ilə fərqlənir? Formasına görə fərqlənir. Qayıq formasında olur. По форме. Xəmiri də fərqlidir, içliyi də başqa cürdür. Testo другое. И начинка тоже отличается. Burada yalnız acar xaçapurisi hazırlayırsınız. Yox, imereti, megrel xaçapuriləri hamısından bişiririk. Zakaz da, зависимость. Bəs xaçapurinin içliyi nədən ibarətdir? Acar xaçapurisinin içliyi imereti pendiri və megrel sulugunisindən ibarətdir. Suluguni də pendirdir də. Hə, amma adı elə gedir, suluguni. Gürcü xaçapuriləri müxtəlifdir. Həm içliyinə görə, həm də ki xəmirinə görə fərqlənir. Bax bu görürsüz, qayığa bənzəyir. Hətta ona qayıq xaçapuri də deyirlər. Acar xaçapurisi bax bu formada olur. Acar xaçapurisini bişirmək üçün xəmirin ortası açılır və ora pendir qoyulur. Əvvəlcə içindəki pendirlə çörək elə bişirilir ki, artıq qabığı qızarır. Amma içindəki xəmir hələ də duru olur. Sonra onu sobadan çıxarıb, xəmiri səliqə ilə çörəyin içindən çıxarırlar, üstünə bir yumurta vurub yenə də sobaya göndərirlər. 1-2 dəqiqəlik. Acar xaçapurisinin xəmirini ona görə çıxarırlar ki, o çox kalorili olmasın. Bu yemək növünü günəşə bənzədənlər də var, qayığa bənzədənlər də. Mütləq xəmiri çıxarılmalıdır, ya saxlamaq da olar. Kim necə istəyir, o cürdə sifariş verə bilər. Xəmirlə mədə üçün çox ağır olur. Ona görə də xəmiri çıxarırıq. Интересная форма получается. Как солнышко такое. Lotkaya da oxşayır, qayığa da oxşayır. İçinde pendirdir. İçində imereti pendiri, bir də ki suluguni var. Ой, да это тоже нужно. Если. Кушать тоже надо уметь. Ha, kuşu тоже da. Кушаю. Научите? Yumurta sarısını içine koymağın da öz qaydası var, sən də belə. Görürsən. Da, izbaqdır. Acımısan. Öz də acımışam, acam. Deyir, pişirmək də çətindir, yemək də. Görə yeməyin üstəsi. Вот это тоже у нее получилось. Который с разбитым яйцом. Дайте мне, пожалуйста. Əla. Сейчас мой тоже будет хороший. Осторожно. Sənki daşı qəşəng görsənir. Она пошла. Это надо. Sən getdin. Sen yemeğe. Acar xaçapurisi artıq hazırdır. Gördüyünüz kimi onlar təkcə formasına görə yox, həm də içliyinə və üstündəki o yumurta sarısına görə də fərqlənir. Deməli, bunun yemək qaydası da sən demə müxtəlifdir. Nə edirsən? Bu qayığın bir parçasını buradan əlinlə kəsirsən, daha sonra suluguni, doğranmış suluguni və imereti pendirinin və üstündə yumurta sarısının bax bu içliyə toxundurub ondan sonra isti-isti yeyirsən. Və gözəl, həddən artıq çox zövq alırsan. Çünki Gürcüstan mətbəxi həddən ziyadə müxtəlifdir, gözəldir. Təsadüfi deyil ki, bu yaxınlarda Gürcüstan öz kulinariyasına, milli kulinariyasına görə ən cəlbedici turist ölkələrindən biri seçilib. Əhəmiyyətli yerlərdən, lider yerlərdən birini tutub. Məhz bax bu gözəl kulinariya şedevrlərinə görə. Əla, götürüm gedim yeməyə.
Süfrəyə isti-isti gələn acar xaçapurisinin üstünə mütləq kərə yağı da qoymaq lazımdır. Onsuz onun dadı o qədər də gözəl olmuş. Xaçapuri o qədər doyumlu bir yemək növüdür ki, onu yeyəndən sonra daha başqa heç nəyə gərək yoxdur. Axşama da sizi acmağa qoymayacaq. Batumililərin öyündükləri və çox sevdikləri yerlərdən biri də delfinariumdur. Batumi delfinariumu doğrudan da gözəl, müsbət enerji ilə dolu bir yerdir. Delfinlərin suyu tərtəmiz. Onlara qulluq yüksək səviyyədədir. Deyirlər ki, bu heyvanlar çox həssasdırlar. Səmimi sevgini ayırd edə bilir və öz təlimçilərinə çox öyrəncəlidirlər. Təlimçilər də onları çox sevir və hər birinə diqqət göstərirlər ki, ayrı seçkilik olmasın. Yay aylarında bu delfinlərin işi çox olur. İndi isə onlar məzuniyyətə çıxıblar. Həftədə cəmi bir dəfə tamaşa göstərirlər. İstirahət çox etmişdilər, güclərini toparlamışdılar, ya nədir? Amma delfinlər kiçik jurnalist qrupuna elə səylə, coşqu ilə şou nümayiş etdirir, xoşlarına gəlmək istəyirdilər ki, buna etinasız qalmaq mümkün deyildi. Və əlbəttə Batumi delfinariumu 1974-cü ildən fəaliyyət göstərir. Çox məşhurdur turistlər arasında. Hər il yayda burada hər gün bir neçə dəfə tamaşalar olur və çox maraqlıdır ki, bu delfinlər Qaradəniz sahillərindəndir, Qaradənizdəndirlər. Deyirlər ki, heyvanları əhilləşdirəndən sonra onlara hər gün zorla müxtəlif hərəkətlər etməyə məcbur edirlər. Bu fikir delfinlərə aid deyil. Onlar delfinariumda həqiqətən də çox xoşbəxt həyat sürürlər və öz sevinclərini, müsbət aurasını bura gələnlərlə bölüşürlər. Delfinariumun düz yanında, Süni gölün sahilində zoopark yerləşib. Düzdür, bura Singapur və London zooparkı deyil, amma kiçik, çox rahat bir heyvanxanadır. Yaxınlıqdakı bağ da heç kəsi etinasız qoymur. Balaca, çox rahat bir park. İmperator 3-cü Aleksandr da hələ 1888-ci ildə Batuminin qonağı olarkən bu bağa heyran qalıbmış. Hətta imperator öz əlləri ilə burada ağac da əkib. 132 yaşlı ağac bugün də bağda qorunub saxlanır. Hətta bir müddət imperatorun şərəfinə bu park Aleksandr bağı da adlandırılıb. Ölkənin turizmdə geniş istifadə edilən məhsulu adı dillər əzbəri olan Gürcü şərabıdır. Şərabçılıq ənənələri Gürcüstanda çox qədim dövrlərə gedib çıxır. Deyilənə görə 7-8 min il bundan əvvəl də bölgə insanları üzüm yetişdirib çaxır hazırlamaqla məşğul olublar. Gürcü çaxırının kvevri, yəni gil bardaqda hazırlanma texnologiyası UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında yer alıb. Qərb regionlarında ən qədim şərab hazırlanması ocağı məhz Acarıstandadır. Ona görə təsadüfi deyil ki, Batumiyə gələn turistlər əsl Gürcü şərabının dadına baxmaq imkanı da əldə edirlər. Acar şərab evində olduğu kimi, bu restoranın özəlliyi zirzəmidə şərab anbarının olmasındadır. Burada çox illik şərablar saxlanılır. Ən məşhuru Çixaveri üzüm sortundan hazırlanan Çəhrayı Porto Franco çaxırıdır. Şərabçılıq Gürcüstanın ən qədim sənət növlərindən biridir və bir çox restoranlarda, şərab təqdim edilən restoranlarda, bax belə zirzəmilərdə, bax belə çəlləklərdə şərab saxlanılır. Burada şərabın hazırlanması texnologiyasını öz gözlərinizlə görə bilərsiniz, müxtəlif Gürcü şərablarını degustasiya edə bilərsiniz. Bu restoranda regionun çaxır istehsalçılarının maraqlı eksponatları toplanıb. Bu çən taxtadan hazırlanıb. Onun 250 ildən çox yaşı var. Burada bu çəndə üzümü qarışdırıb, sonra ayaqlarla sıxırdılar. Aşağıdakı dəlikdən üzümün şirəsi çıxırdı. Daha sonra bir neçə ay üzüm gecə ilə qalır, daha sonra onu gil bardaqlara tökürdülər. Bardaqları da yerə bastırıb, aylarla orada saxlayırlar.
Batumi ilə daha bir görüşümüz olacaq. Növbəti bölümdə biz şəhərin yeni, bir-birindən fərqli dizaynda inşa edilmiş binaları ilə tanış olacağıq. Məşhur botanika bağında gəzəcəyik. Ağacda dərməyə heç ehtiyac yoxdur. Yer o qədər dağılıb ki, subtropik zonada mandarin dərmədən onda da aynı olur. Roma İmperiyasının Gürcüstandakı yadigarı Konyo qalasını ziyarət edəcəyik və Gürcüstanda kənd turizminin nə olduğunu biləcəyik. Mənə həmişə maraqlı gəlir ki, gürcülər nəyə görə süfrə arxasında oturub yeyib içəndən sonra başlayırlar xorla oxumağa. Yenə də hardasa görüşərik. Salamat qalın.